ağır döyüşlərin getdiyi Ukraynanın şərqində Luqanskda girov götürülən həmyerlilərimizin talihi hələ də naməlum qalır. 2 ay yaxındır ki, itkin düşmüş Sədail Axundov barədə qohumları xəbərçidə məlumat aldıqdan sonra aynı söz tutublar. Ukraynanın Luqansk şəhərində silahlar tərəfindən girov götürülən 3 Azərbaycanlıdan birinin Lənkəran şəhərində olan Sədail Axundovun yaxınları onun azad olunması üçün rəsmi müraciət edib. Tutulan şəxsin qaynı Fariz Fəziyev deyir ki, qohumunun azad olunması üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Rasimin oğlunu əvvəl çağırıblar banditə, bizim tərəfdən vuruş. Uşaq vuruşmayıb, onu döyüblər, istəyiblər onu öldürsünlər. Görə də bu banditlər 5 min istəyirlər, 3 min istəyirlər, 10 min istəyirlər, nə istəyir bunu pulunu verək, bunu çıxardaq buradan. Saxlanılan digər Azərbaycanlı Luqansk şəhərində Azərbaycan cəmiyyətinin sədri Rasim Uğurluyevin oğlu Nahid Uğurluyevin pul müqabilində azad olunmasını xəbər vermişdik. Ukrayna hərbi dairələri tərəfindən girovda saxlanılanlarla bağlı silahlılarla danışıqlar apardığını deyən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev şəhərdə yaranmış təhlükəli vəziyyətlə əlaqədar Azərbaycanlıların buradan çıxarıldığını deyir. Sürücü maşınları, avtobusları, refrigeratorları, belə hallar olur ki, insanların əllərindən alıblar. Biznesmenləri girov götürmək, belə problemlər çoxdur, yəni ki, o regionlarda. Ona görə təhlükəsizlik baxımıyla bəzi Azərbaycanlılar o zonaları tərk ediblər. Sədail Axundov və 3-cü girov Göyçay sakini Vüsal Bağırov hazırda yaralı halda silahlar tərəfindən naməlum yerdə saxlanılır. Sonuncu dəfə Sədail Axundov mayın 24-də yaxınlarla əlaqə saxlayaraq 20 ildən artıq yaşadığı Donetskdən Luqanska getdiyini deyib. Həmin vaxtdan onunla heç bir əlaqə yaratmaq mümkün deyil.